Həyatımızda Ayətəl Kürsünün faydaları nədir? Ayətəl Kürsünün çoxlu faydaları vardır. Mən onların bir neçəsini burada sadalayıram. Harada oxuyaq? Nə zaman oxuyaq? Bunlar deyəcələrim hamısı Peyğəmbər və onun pak əhl-i beytindən nəql olunmuşdur. Hər namazdan sonra bir dəfə Ayətəl Kürsü oxuyun. Heç olmasa 255-ci ayəni, tək ayəni oxuyun. Yatmamışdan qabaq Ayətəl Kürsü oxuyun. Evdən çıxanda Ayətəl Kürsü oxuyun. Təhlükə özünüzə hiss etdiyinizdə, bəlalar zamanı, çətinliklər zamanı Ayətəl Kürsü oxuyun. Maşınınıza, mərkəbə minəndə bunu oxuyun. Sehr və cadudan qorunmaqdan ötürü, bədnəzərdən qorunmaqdan ötürü bunu oxuyun. Sağlamlığınız üçün bunu oxuyun. Dəstəmaz aldıqdan sonra Ayətəl Kürsünü oxuyun və ölən insan can verəndə, çətin can verirsə, onun başı üstə getdikdə Ayətəl Kürsünü oxuyun. Səfərə çıxdıqda Ayətəl Kürsünü oxuyun. Qəbristanlığa getdikdə əlinizi oranın torpağına qoyun, oxuyun və başqa namazların da arasında Qədirxumda qılınan namazda Ayətəl Kürsü vardır və ölən insan üçün oxunan vəhşət namazı ki, birinci gecə qılınır, dəfn olunan gecəsi, orada da Həm surəsindən sonra Ayətəl Kürsü oxumaq tapşırılmışdır və bu çox mühümdür.